Bəlli olduğu kimi bizim bugünkü qonağımız nəğməli bəstəkar, gözəl bir insan Eldar Mansurovdur. Artıq studiyamıza Eldar Mansurov və beləliklə onu birlikdə qarşılayırıq. Axşamınız xeyir olsun Eldar müəllim. Salam aleyküm. Xoş gəlmişsiniz studiyamıza. Salam. Çox şadıq sizi görməyinizə. Çox şadam. Necəsiz? Hamam üstü. Qurban bayramınız münasibətlə də sizi təbrik edirəm. Sağ olsun, həm. Çox sağ olun, minnətdaram. Bax, sizlə bərabər olan bu gözəl bir süjetə, nəğməli bir süjetə baxdıq. Bu musiqi barədə biraz zəhmət olmasa, bir musiqi. Balaca xırdala girən qızım o, hansı musiqi barədə gedir? Söz fonogramdan gedir. Bilirsiniz, Eldar müəllim, halbuki biz toxunduq bu mövzuya. Gəlin elə birinci söhbətimizə elə bundan başlayaq. Ümumiyyətlə bir bəstəkar kimi sizin mahnılarınızı fonoqram altında ifa edəndə və siz bunun canlı şahidinə çevriləndə bir bəstəkar kimi necə hisslər keçir qəlbinizdən? Ürəyiniz mı ağrıyır və yaxud bunu artıq öyrəncəlisiniz? Ürəyim zaten ağramır. Əvvəla nəyə görə? Çünki o mahnıları həmin müğənnilər oxuyublar, öz səsləri ilə oxuyublar. Özü də ki, bu profesional müğənnilərin çoxu bu mahnıları necə deyirlər, bir dəfiyə oxuyublar. Yəni ki, xırda-xırda montaj olunma yolu ilə oxumayıblar onu. Amma ümumiyyətlə baxanda doğrudan da məsələn də canlı oxumaq başqadır, məsələn fonoqram oxumaq başqadır. Fonoqram əsasən, məsələn, əvvəllər də dədə-babadan əsasən nəyə məsələn yarayıb? Məsələn, kino çəkilib, məsələn, orada fonoqram lazım olub. Sonra məsələn, bəzi video konsertlər, klip çəkilişidir, yəni elə şeylərə. Hər yerdə amma əslində belə baxanda canlı deməli,
ifalar olub. Bütün belə baxanda Dədə Baba oxuyanlarımız hamısı canlı oxuyurlar. Yəni bunun bugünkü gündə bu fonoqramımız adını məsələn belə baxanda ləğvi düzgün deyil, yəni ki, ləğv eləmək yox. Yəni o da elə həmin adam oxuyur. Yəni onların öz yeri var. Amma canlı konsertlərdə doğrudan da canlı fonoqramlar, canlı ifalar lazımdır. Mən məsələn bir dənə şey deyim, məsələn bu Mədəniyyət Nazirliyi belə bir qanun çıxardıb ki, ləğv olunsun, mən oyuna razıyam. Amma daha bir şey əlavə eləyə bilərdim ki, məsələn Mədəniyyət Nazirliyi bunu ləğv eləyir, yaxşıdır. Heç olmazsa bu ifaçılara kömək olaraq Fərəd Dağma Respublika Sarayında yaratsın bir dənə elə bir ansambl, orkestr ki, yəni bu müğənnilər kimlər ki, gəlib konsert verməyəcəklər, onları müşahidə edən bir dəstə olsun. Bunu ləğv elədi. Mən razı bu şeylə. Yaxşı, gedirik irəliyə, yəni Dədə Baba yoluna canlı oxumağa. Bizdə o musiqiçilər yoxdur axı. Kimlər müşahidə edəcək bu musiqiçiləri? Yəni, bax, bu müşahiddən gedir əsas söhbət. Əgər deməli, doğrudan yaxşı bir, gözəl bir orkestr yaransa, yaxşı bir musiqiçilər yaransa, bunu məsələn, qrup yaransa musiqiçilərdən ibarət, mənə elə gəlir ki, oxuyanlar da çəkinməzlər bir şeydir. Yəni, konsertə hazırdır gedər. Amma ki, bunlar nə edirlər məsələn? Heç bir konsert yox, heç bir şey yox, hərə gedir bir dənə sintezator tapır. Elə həmin şeydir də. İstəyirsən mini diskdən çıx oxu ginən, istəyirsən sintezatorun disketinə yaz qoy çıx. Adı olur ki, gəlin canlı. Bəs sizə elə gəlmirmi ki, fonoqram altında çıxış edərək tamaşaçı rəğbətini özü üçün vacib bilən, belə deyək də, səhnəyə yeni addımlarını atan şəxs canlı oxumağa qadir olan istedadlı şəxsi vurub kölgədə qoyur. Bəs onun üçün, mənə elə gəlir ki, əksinə bu onun üçün şərait yaradılıb ki, tamaşaçı müasir oxuyanların çoxunun içində oxuyanlar hamısı kompüterdən yazılmış səslərdir. Yəni, eləncikdə mənə də bu saat səsimi o cürü yazdırın. Vallahi heç mənə çatan olmaz o Azərbaycanda bu saat oxuyanların içində. Yəni, o oxumaq deyir ki, bunlar oxuyurlar. Yəni, o kompüterdir. Adlarını çəkmək istəmirəm. Hələ bu yaxınlarda da baxırıq televizorda. Bax, söhbət də ondan gedir. Konsertləri gedir. Bəli. Hamısı yalandan mikrofonu deməli, nə edirlər bunlar? Mən çox konsertlər eləmişəm, fonoqram konsertləri də eləmişəm, canlı konsertləri də eləmişəm. Cəmaat qəbul eləyir, onu da obursunda. Yəni, cəmaat çox vaxt, məsələn, görürsən, gəlir kiməsə baxmağa konsertdə, ya da kimlərəsə baxmağa, yəni ki, onu oxumaq tərəfi heç maraqlandırmır. Nə oxuyacaq, necə oxuyacaq. Əsas görsün, məsələn, ürəyi istəyən oxuyanları, ya da ki, bugün dəbdə olan oxuyanları görmək üçün. Bu, belə bir şey. İldar müəllim, gəlin, sırf artıq sizin yaradıcılığından söhbətə başlayaq. Mən bilirəm ki, siz musiqiçi ailəsində dünyaya göz açmışsınız. Onu mən də bilirəm. Atanız tanınmış tərzən olub Bəhram Mansurov. Çox qəribədir ki, bu ardıcıllıq, yəni bu davamçılıq gələn yol Bəhram Mansurov və nəhayət Eldar Mansurov. Bəhram Mansurovdan əvvəl olub Məşəd Süleyman Mansurov, Məşəd Məlik Mansurov. Yəni, bunlar bizdə nəsildir gəlir, yəni ki, bu böyük bir nəsildir. 2 əsrə yaxın bu nəslin yaşı var, yəni musiqiçilər nəslinin. Mənim ulu babam, məsələn, Bakıda muğam məclislərinin yaradıcısı olub, banisi olub. O barədə sual vermək istəyirəm ki, o zamanlar 3 yeni məktəb özünü göstərirdi. Şamaxı, Qarabağ və Azərbaycan İçəri şəhərdə olan məclis. Bax, ondan sonra, yəni siz o mühitdə böyümüsünüz, eviniz daima qonaqlı, qaralı olub. Hal-hazırda atanızdan sonra bu itkinin ağırlığı ilə bahəm, bu boşluğu özünüzdə necə gizlədirsiniz? Musiqi köməyinizə çatırmı, yoxsa necə? Boşluq deyəndə ki, indi nətərdir, bir bazı qəli sual oldu, yəni ki, atamı itirəndən sonra, yəni o söhbət deyil. Bu nəsillə mən gözümü açandan görmüşəm, yəni ki, doğrudan böyük sənətkarları görmüşəm, yəni bizim evə gəlib gedənləri. Yəni mənim ağlım kəsəndən evimizə Qurban əmi gəlib, Fikrət müəllim gəlib, Əmirov, Həqiqət Rızayeva, Seyid Şunski, yəni mən bu məktəb görmüşəm. İndiki bu yazıqlar görməyiblər o məktəbi. Onun yerindən duranlar, məsələn, görsən ki, özünə aid olmayan işlərlə məşğul olurlar. Yəni, mənə elə gəlir ki, bu məktəb olmalıdır Azərbaycanda. Yəni ki, mən və mənim kimilər belə baxanda az deyirik. Amma bayağı bir dənə söz dedim ki, bizi, məsələn, üstəlik kölgədə qoyulur. Yəni ki, tanınmış müğənniləri, yəni yaxşı oxuyanları
fonoqram oxuyanları dalda qoyurlar. Və eləcə də bu məktəbdədir həmin o söhbət. Yəni ki, bu nəsil deyilir. Məsələn, nəsil təkcə qohumluqda getmir ki, yəni ki, mən filan kəsin Yox, bəs musiqi nəsil. Yəni musiqiçilər nəsli o deməkdir ki, məndən əvvəlki olan musiqiçilərdən nəsə görüb götürmüşəm mən. Yəni onların ardıcılı kimi gedirəm. Yəni mən belə başa düşürəm bu sualın cavabını. Bəs sizin musiqi nəsliniz bu ardıcıl məhz tar alətinə bağlı olub. Amma sizin əsərlərinizdə bu nədən irəli gəlir? Zamandanmı, mühitdənmi, sizin öz ürəyiniz belə duyur, ona görəmi? Tar musiqisi səslənmir. Və yaxud da ki, elə bir əsər varmı, elə bir kompozisiya varmı ki, hal-hazırda siz ora məhz tar alətini daxil etmək istəyirsiniz? İş o yerdədir ki, prosta mənə elə gəlir, hamı nədənsə məni belə deyəsən, mahnı ilə bağlayırlar, mahnı bəstəkarı kimi bilirlər. Mən belə baxanda o bəstəkar sözünü, məsələn, mən tam deyərdim ki, bəstəkar yəni elə bir şəxsiyyətdir ki, yəni ki, musiqinin bütün janrlarında işləyir. Mənə elə gəlir, bir balaca bəlkə də maraqlanardırsa əgər, görərdiniz ki, məndə tar aləti var. Həm simfonik orkestrindən yazmışam. Yox, mən məhz mahnılarda yox, mahnılarda mahnılar başqa şeydir. Yəni ki, mən nəyə görə vaxtı ikən xalq çalğı alətləri ilə, xalq çalğı orkestri ilə də məsələn bir sıra mahnılarımı qabaqlar zapis eləmişəm, yazmışam. Mən nəyə görə sonradan keçdim məsələn estradaya? Yəni ki, bu xalq o deyirlər ki, чисто творческая совесть должна быть у человека. Yəni ki, mən bu şeyə baxdım məsələn, gördüm ki, doğrudan həqiqətən də xalq musiqisi üslubunda yazan bəstəkarlar var, gözəl mahnılar yazır, gözəl də çıxır hamısı. Yəni mən də yazmışdım məsələn, bir sıra mahnılarım vardı orada. Açıqən mən özlüyümdə gördüm ki, mənə elə gəldi nədənsə ki, mən ola bilsin bəlkə o biri mahnıları, məsələn, o biri mahnılardan daha da belə qüvvətli bir şey yaza bilmərəm. Yəni mən özümü, mənə elə gəlir ki, axtardım, tapdım estrada janrında və ona görə də estradaya gəldim. Onda gəlin sizin... Estrada bir daha mən bir şey deyim, yəni qutarım bu cümləmi, yəni ki, estradada gəlməyim o ilə oldu ki, yəni ki, bu şey məndə daha yaxşı alındığına görə mən özümü hiss elədim və ona görə gəldim, keçdim bu estradaya. Və belə. İndi sizin icazənizlə biz sizin ifanızda olan bir musiqi nömrəsini dinləyək və yenidən studiyaya Tarla, yox, tarsızdır. Tarsızdır.
Gözəl bir musiqi edirlər müəllim. Kim əsər olunub bu musiqi? Bu mahnını deməli yazmışam mən 96-cı ildə. Anama əsr eləmişəm. Mahnının adı Gecə Zəngləridir. Mən vəbşə çox belə istəyirəm, piyanoda çalmağı xoşlayıram, yəni özüm üçün. Yəni səhnə baxımından, yəni səhnədə çıxıb çalmaq xoşlamıram. Yəni bu yeganə bir şeydir ki, ya da onu da elə arama həsr eləmişdim. Onları özüm durub çaldım onu konsertdə belə. Yəni bu 96-cı ilin lent yazısıdır. Eldar müəllim, elə mahnı varmı ki, siz onu hələ də bəstələyə bilmirsiniz? Hər zaman gələndə onu qoyursunuz kənara ki, sonra. Yenə gözləyirsiniz ki, yeni bir ruh mu gəlsin, o yeni əlinizdə olan ruh daha da güclənsin. Var mı elə bir kompozisiya? Yox, elə şey yoxdur. Yəni gələn kimi o mahnı nədir? Bir ani bir şeydir. Bu deyim ki, opera deyir, simfoniya deyir, balet deyir, yəni böyük bir əsər deyir, yəni mahnı ki, bunun üzərində oturasan aylarla, illərlə fikirləşəsən, düşünəsən, bir dənə məsələn vergülü qoya bilmirsən, axtarsan, haçan gələcək, yox. Mahnıdır, bu nastroyeniyadır, bu bir ani bir şeydir. Prosta o anı tutub, onu o momentdə oturub yazmaq lazım. Yəni ki, o gəlir o hava, yəni ki, çiğ, necə deyir, çiğ bir ümitdə. Onu bir balaca sən oturursan, pişirirsən, hazırlayırsan. Yəni ki, bəstəkar odur. Yəni o məqamı tutur və o məqamda bunu çalır. Yəni yazır məsələn, nəsə bir şeydir, ondan çıxardır ortaya. Yəni bu elə bir şeydir ki, burada lazım deyil. Yəni ki, demək məsələn, adam var məsələn deyir, otururam mənə belə saatlarla, günlərlə, aylarla bu mahnı, o mahnıdan önce qan iyi gəlir, o mahnımaq olmur. Baxırsan, görürsən, qəşəng, məsələn, motivlər, qəşəng frazalar seçir o mahnı üçün, məsələn, eləyir. Amma ki, qulaq asanda o mahnı görürsən ki, əzab əziyyətlidir o mahnılar. Yəni ki, əzab hiss olunur orada. Mahnında gərək əzab əziyyət hiss olunmasın. Telefon zəngi var studiyamızda. Alo. Alo, Bəli. axşamınız xeyir. Axşamınız xeyir. Özünüzü təqdim edin, xanım. Məlikova Hicran. Buyurun. Mənim sualım Eldar müəllimədir. Təbii ki. Eldar müəllim, Hicran xanım. bizi böyüdən analardır. Biz analarımıza borcluyuq. Həmişə də borclu olacaq. Amma analarla bərabər bizim əziyyətimizi çəkən atalar da var. Mən bilmək istəyərdim, atalar haqqında mahnı bəstələmək fikriniz varmı? Və xahiş edərdim, əgər bu mahnını bəstələyəcəksinizsə, bu mahnını məhz Nasipəri xanım yanıqlı oxuya bilər. Kimdir? Nasipəri xanım. Mən böyük məmnuniyyətlə Nasipəri xanımla işləyərdim, amma Nasipəri xanımı hələ mənə tuta bilmirəm ki, məsələn, o ilə bir otura bir mahnı yerində. Atalar haqqında deyəndə, mən konkret atam haqqında mahnı yazmamışam. Yəni ki, mahnı deyəndə, atam tarçalan olub, mən bir əsər yazmışam, orada tardan istifadə eləmişəm, özdə çox böyük yerdir, çox böyük yer vermişəm tara və yəni eləncik bir şey eləmişəm. Amma atalar haqqında məndə bir mahnı vardı, yəni ki, doğrudan da qalıb o mahnı, yəni mən ürəyimcə olan hələ o şeirin deməli bir bəndində, yəni ki, yaxşı bir qəşən şeirdir yazılıb, babalara həsr olunub. Amma bir bəndi, məsələn, mən 8-10 il olar, mən hələ tutmayıb o bənd, yəni ki, çatmır mənə, yəni onu işləmək lazım üzərində. Bir dənə o bəndə görə qalıb o. Mən məsələn istərdim ki, doğrudan atalar haqqında, doğrudan bir belə, Ruslar demişkən, stoy işi bir şeir olsun ki, məsələn, doğrudan toxunsun, doğrudan mənə yandırsın, mənə qürurlandırsın ki, mən belə elə bir şey, məsələn, şeiri bir mahnı yazım. Mən açıq çox əfsuslanıram ki, bizdə demək olar ki, son vaxtlar şeir sənəti də yavaş-yavaş ölməkdədir. Şairlik eləyənlər çoxdur, şeir yazanlar çoxdur. Bəstəkarlıq eləyənlər də çoxdur. Amma o heç onlardan söz, onlara heç danışmır. Nədən körlük çəkirlər onlar, Eldar müəllim? Gəlin, bu sual cavab verməmişdən qabaq reklam dəqiqələrini izləyək, ondan sonra da yenidən studiyamıza qaydaq. Qara Qarayev, Niyazi, Cangir, Seyid Rüstəmov, Ramiz Mirişlisi, sonra Ramiz Mustafayevi, Emin Sabitoğlu, Oktay Kazımov, nə bilim da, onlarla bəstəkarın adını çəkmək olar. Bunların hamısında yaratdığı mahnılar indiyəcə yaşayırlar. Daha indi bu hərdən bu cavan uşaqlar çıxırlar, oxuyurlar. Görsən ki, retro mahnılara qayıdırlar, hamısı yeni mahnılar oxuyurlar indi. Nəyə görə? Mahnılar gözəl olub, ona görə. Yaxşı, 30, 40, 50, 60 il bundan qabaq yazılmış mahnılar indiyə qədər yaşayır.
Bugün bunların yazdıkları mahnılar, bunlar yaşayacaq. Təbii ki. Təbii ki, Bunlar hamısı- cavab hamıya bəllidir. Bunlar hamısı bir günlük mahnılardılar. Yəni, bunlar hamısı şöhrət üçün, yəni ki, mən bəstəkaram. Ha, yaxşı, ged ol bə. Mən də onda, nə bilim, idmançıyam, ştangistəm. O əgər olar bəstəkardırsa. Telefon zəngimiz var efirdə. Alo, Alo, bəli, salam. axşamınız Axşamınız xeyir. xeyir. Özünüzü təqdim edin. Mənim sesimdən bəlkə tanıyasınız, çünki mənim sesim belə... Cavan müəllim. Особенно. Родной, ты mой. Ay Eldar, ada krasavçik, valla səni baxıram mən televizorda elə ləzzətlə baxıram, çünki sənin maşallah söhbətlərin gedir, prosta açıq belə, təmiz. Malacez, ürəklisən, gənə də malacez. Mən də vallahi Bilirsən, oturmuşam. mən nə əsas istəyirəm demək. Eldar, birinci mən bilirəm ki, sənin ad günündür. Ad günündür. Ona görə mən səni istəyirəm təbrik edeyim ad Sağ ol, günündən. Necə deyirlər, böyük oğlan olasan. Bundan dolayına. Ha, ki belə, yəni yeni mahnılar, yeni konsertlər, yeni kliplər. Bilirsən də biz səninlə o diski yazdırmışıq, Sadiq Dostlar və orada maşallah o diskdə 12 dənə mahnı var, özdə bir-birindən yaxşıdır, gözəldir. O ki, Qoca Qartal, Sadiq Dostlar. Hələ sən də elə pis oxumamısan. Çox sağ ol əzizim. Ona görə bir daha istəyirəm mən sənə bir söz deyim, Eldar. Mən Gəlsin, onu amma xingal da istəyirəm ver, deyim, hə. onu istəyliyinən səni. Çox istəyirəm səni. Çünki istəyirəm ki, sənin can sağlığı. Əsas onu istəyirəm demək ki, sənə ki, sən bu sigareti biraz çox çəkirsən, sən mənim canım, biraz onu azalt ki, biraz necə deyirlər, can sağlığı olsun ki, yeni əsərlər yazarsan. Onu mən prosta ürəkdən deyirəm, belə məhəbbətdən. Ona Tamam, görə tamam. sənə can sağlığı, sən mənə bu 10 dənə sigaret sən çəkirsən, gündə bəsdir. O Neçə 2 dənə? paçka, yox 10 dənə. O mənim. Olmadı ki, çaşmısan. Yox, da nə yox, cavan yox. Amma ona görə ki, mən səni həmişə çox şadım görməyə. Çox Və Cavan neçə müəllim, belə çox sağ konsert- olun. Minnətdarıq Bəli, sizə. Leyla xanım. Çox sağ olun. Minnətdarıq zəng etdiyinizə görə. Çox sağ olun, siz də sağ olun. Çox Can sağ olun. sağlığı, can Sağ sağlığı. olun. Sağ olun. Cavan müəllim ifasında Cavan, bir dənə şey deyim Bəli. sənə bu başda. Bizim nesil çox yaşayanlar neslidir. Deməli, Allah Taala tərəfindən bizə 75-dən az verilməyib. Vallahi 75 yaşasan mənə bözdür. Hamısı papruz da çəkiblər, içki də içiblər, yaxşıdır. Yəni, kefkom olublar bizim nesildə hamısı. Yəni, o siqaretin daxili yoxdur. Yəni, mənim sağlığım var. Cavan müəllimin ifasında bir mahnını dinləyək. Təbii ki, sizin bəstəçi olduğu mahnını və yenə studiyamıza qayıdacaq. Ama görək, tanıyor. Sağ ol. Çıkar yoluna bahar gələndə Mən sənə çiçəkli bahar göndərim Vüsal meyvəsindən dada bilmədik Sənə hər neymətdən var göndərim Çıx qatar yoluna payız düşəndə Uçan durnalarla salam getirin Çıx qatar yoluna qaş qaralanda O qərib axşamı qəmi itirin O qərib axşamı qəmi itirin Çıx qatar yoluna hər axşam səhər Çıx qatar yoluna məni qarşıla Bəlkə bir ömürlük çəkdi bu səfər Mən gələ bilmirəm, məni bağışla Çıx
qatar yoluna külək əsəndə dağılan saçını darayım sənin. Çıx qatar yoluna hər gün, hər zaman. Bilim ki, mən harda arayım sənin. Çıx qatar yoluna yağış yağanda, başının üstündə şətir tutaram. Çıx qatar yoluna elə özümdə, mənzilə yetməyən qərib qafaram. Mənzilə yetməyən qərib qafaram. Çıx qatar yoluna hər axşam səhər. Çıx qatar yoluna məni qarşıla. Bəlkə bir ömür çəkdi bu səfər. Mən gələ bilmirəm, məni bağışla. Telefon zəngimiz var studiyada. Alo. Alo, Bəli. axşamınız xeyir. Axşamınız xeyir xanım. Özünüzü təqdim edin. Adım Xatirədir. Buyurun Xatirə xanım. Axşamınız xeyir Yıldırım. Salam aleyküm. Necəsiz Yıldırım müəllim? Görürsünüz də maşallah. Maşallah, maşallah. Allah sizin canınızı sağ eləsin. Mən eşitdim ki, bugün sizin ad gününüzdür. Mən sizi ürəkdən təbrik edirəm. Çox sağ olun. Mən elə gəlir ki, Bəhram müəllim kimi bir sənətkarın, belə də bir sənətkar oğlu olmalıydı. Onun torpağının sayı qədər sizə Allah ömür versin. Və həmişə gərəkli adam olasınız. Mənim atamın belə bir sözü var. Deyir, elə ki bildin gərəkliyini, yan yörəndə dost tanış görəcəksən. Elə ki itirdin gərəkliyini, dünyada hər şeyi itirəcəksən. Mən arzu edirəm ki, Eldar müəllim həmişə musiqi sevərləri gərəkli olsun, yazsın, yaratsın. Mənim belə bir sualım var. Bəli xanım. Mən rəhmətli Tofiq Quliyevin mən öz dilindən eşitmişəm bu sözü. Deyir, mən yazırdım mahnını. 7-8 ay gözləyirdim ki, Rəşid Behbudov səfərdən qayıtsın. Mənim mahnımı məhz Rəşid Behbudov ifa etsin. Eldar müəllim, istərdiniz ki, mahnınızı ən çox kimin ifasında səslənsin? Mənim həyatda deməli baş verməyən deməli arzularım biri o olub ki, mən mahnımı oxumayıb Rəşid Behbudov. Yəni o vaxt mən Rəşid Behbudovla görüşdük bir neçə dəfə, özü də qayıdıb dedi ki, oğlum biz gəl bizə mahnılardan götür gəl yine işləyək. Sonra bilmirəm daha necə deyirəm, Mərdim Azarı diri axtarmaqla deyir, kim gəldi girdi aramıza, getdi nə dedilər Rəşid müəllimə, nə oldu? Sonra nəsə qaldı bu, yəni bu kişi ilə daha işləyə bilmədim. Yəni ən çox hayıflandığım mənim deməli budur ki, bu mahnıları mən istəyərdim ki, məsələn, mənim arzumdur ki, mənim mahnılarımın ifaçısı olsun. Rəşid Behbudov, Müslüm Maqamayev, Şökət Ələkbərova, Zeynəb xanlarova. Amma nəsə, bunlar da mənim ki, nəsə alınmadı. Yəni ki, həyatdır da, məndən asıl olmayan şeylərdir bu. Ebe yoxdur, həyatda hər şeyin öz yeri var, hər şeyin öz anı var. Bəlkə də elə anlar olur ki, onlarda da qiymətli. Sizin həyatınızda ən çox kiminlə görüş dərin bir iz buraxıb? Bəlkə bu bəstəkardır, bəlkə bu sizin ilk elə müəlliminiz. Ümumiyyətlə, kimdən dərs almısınız bəstəkarlıq? Mən deməli, konservatoriyada Cövdət Hacıyevlə Arif Məlikov sinifində oxumuşam. Deməli, ixtisas üzrə, bəstəkarlıq üzrə Cövdət Hacıyevdə, orkestr sinifini Arif Məlikovda dərs almışam. Doğrudan, mənim müəllimlərim doğrudan çox gözəl müəllimlər olub. Yəni ki, o vaxt belə idi ki, biz gedirdik, məsələn, Qara müəllim də sinifində gəlib otururduq, yəni baxırdıq, məsələn, onun dərslərimizi keçirirdik, yəni ki, ya da Qara müəllim tələbələr gəlirlər, Cövdət müəllim sinifində otururdular, yəni demək olar ki, həmişə bu, deməli, ən böyük sənətkarların siniflərində olmuşuq biz, yəni baxmışıq, onlardan götürmüşük biz. Bəs elə bir insan varmı ki, daima onun həsrətində olursunuz? Elə bir insan varmı ki, daima onun həsrətində olarkən də məhz o musiqi parçası ilə onu yada salırsınız? O insanın siması daima gözünüz önündə canlanır. Mən açığı həsrətim iki adamadır. Yəni bu günə qədər atamla anamı itirəndən sonra, yəni mən olan həsrətim deməli. Yəni ki, tez-tez onları elə gün yox kimi onları yada salmayım. Yəni musiqiyə də deyəndə qulaq asmağa
Bir anamın rəhmətə getməmişdən əvvəl bir şeir yazdı, özü Əlvida. Yəni özü hiss eləmişdi ki, gedir bu dünyada. Yəni o şeirə mən mahnı yazdım, həmin o sözlərə. Özüm də belədir güya ki, ifa elədim. Bir o mahnını qoyuram həmişə özüm üçün, oturub qulaq asıram anamı yad eləyəndə. Bir də atamın çağılarını qoyuram, muğamı oturub qulaq asıram. Yəni o anda da evdə heç kim olmamalıdır, telefonu çıxardıram, edirəm. Yəni ki, otururam təkdərim özüm saatlarla, elə vaxt olur da bütöv bir günə otururam, nə yiyirəm, nə içirəm. Başda oturub qulaq asıram, özüm özlüyümdə onlarla söhbət edirəm. Yəni, mənim üçün doğrudan belə baxanda, indi adam var, məsələn, cavanlar deyərlər ki, nə var, 50 yaşım var, belə özündə özü yaşlısa. Mənim laf 100 yaşımda olsa, mən yenə də anamla atam, adam var məsələn bizə qoca kimi baxır da, yəni bizi bəyənmirlər. Da belə. Telefon zəngi var studiyamızda, alo. Alo, Bəli. axşamınız xeyir Leyla xanım. Axşamınız xeyir, özünüzü Elmira təqdim müəllim, axşamınız xeyir, sizi də salamlayıram. Xanım, təqdim edin özünüzü, zəhmət olun. Elmira xanımdır, sizi Buyurun, narahat buyurun, eləyən. buyurun. Elmira müəllim, mən bugün Günaydın proqramında da eşitdim ki, ayın 28-i sizin ad gününüzdür. Mən sizi ürəkdən təbrik edirəm, sizə can sağlığı. Gələcək işlərinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Elmira müəllim, mənim sualım sizə bu idi ki, indi az-çox musiqi ilə çox maraqlanıram, həmişə qulaq asıram. Vaxtı ilə bizim Tofiq Əhmədov kimi korifeyimiz var idi, onun simfonik estrada orkestri var idi. Bütün tanınmış müğənnilərimiz də gəlib bu orkestrdə çıxış edirdilər, iştirak edirdilər. Biz də bu çıxışlardan böyük zövq alırdıq. İndi mən bilmək istəyirəm ki, sizə imkan vermirlər, yoxsa siz özünüz mümkün deyilmi bir elə orkestr yaradasınız ki, bizim indi az-çox tanınmış müğənnilərimiz, doğrudur onların sayı çox azdır indi. Ancaq yenə də olsun, o müğənnilər gəlsinlər, o orkestrdə çıxış eləsinlər ki, biz də az-çox bir yaxşı çıxış eləyən artistlərimizi, müğənnilərimizi tanıyaq. Elə bir imkan yoxdurmu sizdə? Mən belə bir cavab verim ki, mən açıq belə bir orkestrin arzusundayım. Mən bunu dəfələrlə çox yerdə, yəni ki, böyük yerlərdə də, yuxarı yerlərdə də, yəni adi musikantlar arasında həmişə bu söhbət eləmişəm ki, Azərbaycanda mütləq olmalıdır canlı estrada simfonik orkestri. Tofiq Əhmədov o vaxt orkestri əvvəl skripkalar yox idi, Big Band idi. Orada sonralar skripkalar əlavə olundu 70-ci illərdə. 80-ci ildən bu, yəni Tofiq Əhmədov rəhmətə gedəndən sonra bu orkestr deməli rəhbəri oldu Əziz Əzizov, sonra gəldi Rafiq Babayev. Yəni onların da orada zəhməti olub bu orkestrdə, amma ki, bünövrəsi Tofiq Əhmədovdan gəlib bu orkestri. O orkestrin ifasında gör nə qədər mahnılar yazılıb. Oktay Ağayev bu yaxınlaraca verilir. Elə həmin o fonoqramlarla oxuyur indi də Oktay. Yəni ki, o vaxt yazılıb. Səslənməyə baxın, canlı, hər şey, skripkalar, sintezator skripkaları deyil bu. Yəni bunu yaratmaq üçün, məsələn, deyirik, Mədəniyyət Naziri indi qanun çıxardıb ki, fonoqramları yığışdır. Razıyam. Çıxardaq fonoqramları. Heç olmazsa o Respublika Sarayının tərkibində bir dənə estrada simfonik orkestr yaratsın. Yəni ki, cəmaat oxuya bilsin, yəni bu orkestrlə. Nə onu yaradırlar, nə bir şey. Buradan bunları rəğv edirlər, oradan onu şey edirlər. Bu dəqiqə benim oxuyan çoxdur Eldar müəllim. Bu dəqiqə çox az oxuyan var. Yox, əsl oxuyanlardan gedirsə söhbət, əsl sənətkarlardan istəyir bəstəkar, istəyir şair, istəyir rəssam, istəyir müğənni, istəyir instrumentalist çalan. Çox azdır. Bəlkə də, deyim sizə, barmaqla sayarısı qədər. Bu iki əldə olan barmaq qədər olmaz bəlkə bunlar. Amma əldə qeyirmələr nə qədər deyirsən var. Telefon zəngəsi, alo. Alo. Bəli. Salam aleyküm. Salam. Sizi narahat edən Bakının Hövsan kəndindən Əvəzdir. Buyurun. Eldar müəllim, axşamınız xeyir. Salam aleyküm. Necəsiz? Babat. Eldar müəllim, mən bir sualla müraciət etmək istəyirəm sizə. Bu indiki müğənnilərimiz, bəstəkarlarımız xalq musiqisini və yaxud bu Azərbaycan xalq mahnılarını aranjman adı ilə oxuyurlar. Sizin onların münasibətiniz necədir? Bilirsiniz nətərdir? Bu, deməli, xalq mahnılarını aranjman eləmək olar. Amma o üslub deyiləsi bir şey var, yəni onun stili, onun xarakteri, yəni ondan qırağa çıxmaq yox.
Açıq deyim sizə, bir dənə bu yaxınlarda bir dənə rəp eşitdim mən. Heç Azərbaycan xalq mahnıları lazım deyirdim. Hələ bəstəkar mahnılarını da götürək. Kim məsələn icazə verir ki, bu xalq mahnısıdır, bəstəkar mahnısıdır, eləyin aranjman, yəni ki, bugünkü səsləmirdir, amma da bunda biabırçılıq şəkildə yox. O, Şövkət Ələkbərova haqqında bir dənə klip zat da çəkiblər, yarı söhbət edik, bir arada Şövkət Ələkbərova, mənə elə gəlir ki, bu hörmətsizliyidir. Hələ o harasıdır? Belə bir ifadə də deyirlər ki, ona minnətlər əlaməti olaraq indiki gənclər Şövkət Ələkbərovanı ondan sonra sevməyə başlayıblar. Hələ buz yandırıb tökən adamdır. Yaxşı, bu sənətkarlar doğrudan, məsələn, o Elşad Kosadır, kimdir, mən bilmirəm, o, məsələn, bir şey eləyib bu, aparır, axırda bir qəbrinə güzəlir. O adam, bəlkə ömründə heç o Şövkət xanımın qəbri üstü getməzdi. Klip çəkdirməkdə ötürük, gedib, güya bunu yad eləyib. Mən bunu, məsələn, belə şeyləri qəbul eləmirəm. Bizim efirdə yenidən telefon... Bir dərə üzr istəyirəm. Belə şeylər üçün müəyyən bir orqan olmalıdır ki, bu şeyləri nəzarət eləməyə. Yəni, mənə elə gəlir ki, bu şeylər, yəni, telekanallarla, bu şeylər Mədəniyyət Nazirliyinə, bu qədər yığışdırılmalı şey var bəstəkarlar, yazıçılar ittifaqı ilə bağlı olan şey olmalıdır ki, yəni, belə şeylər qarşısı kəsir. Telefon zəngimiz var. Alo. Alo. Bəli. Axşamınız xeyir. Axşamınız xeyir. Özünüzü təqdim edin. Adım Viktoriyadır. Sizin hamınızı Qurban Bayramı münasibətilə təbrik edirəm. Çox sağ olun. Biz də sizi təbrik edirik. Eldar müəllimi də ad günü münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, deməli, yeni yaradıcılıq həyatınızda müvəffəqiyyətlər arzuluyuram. Eldar müəllim, siz bizim ailəmizdə ən sevilən bəstəkarlardan birisiniz. Biz çox sevirik. Sizin mahnılarınızı çox sevə-sevə qulaq asırıq. Eldar müəllim, mən sizə 2 sualım var. Birinci sualım budur ki, siz bir il ərzində neçə mahnı yazırsınız? İkinci sualım da budur ki, bizim ən sevdiyimiz deməli ifaçı İlhanə xanımdır. İlhanə xanımın ifasında yeni bir mahnı hədiyyəsi edəcəksiniz. Başa düşmədim İlhanə xanımın. İlhanə xanımın ifasında yeni bir mahnı hədiyyəsi edəcəksiniz. Yəni İlhamə xanıma bir mahnı... Yəni, mən mahnı yazmaqdan gedirsə söhbət, yəni mən heç vaxt qarşımda qoymamışam məqsəd ki, ildə neçə mahnı ya da ayda neçə mahnı. Yəni o, baxır mənim əvvəla nastroyenimə, yəni ki, necə gəlir o hal, əhval ki... İlham pərisi. Hətta bir o, bir də ki, baxır sifarişə, məsələn, adam dostlardır, tanış bilişdir, kimsə gəlir ki, mahnı istəyir. Məsələn, otururam, məsələn, onlar üçün yazıram. Yəni ki, onu da oturub Hərdəvə yazanda, o türmədə edirləri, bir xət çəkirləri. Yəni, o xətdən qoymuram ki, neçə dənə yazmışam, neçəsi yarımçıq qalıb. Yəni, bu cür, yəni, o, mən heç vaxt qarşımı sayıdan qoymamışam. Ağadadaş Ağayevin ifasında sizin gözəl mahnılarınızdan biri olan şəxsən mənim çox xoşuma gələn Karvan mahnısını dinləyəcəyim. Eldar Mansurov və Sabir Rüstəmxanlının yaratdıqları Karvanı Ağadaş Ağayev canlandırır. Qəribə fikirdir. Nə qədər həyat var, karvan yol gedəcək. Görəsən ağa nə fikirləşir? Bitmedi şabu hicran, daha sen gitme dayan.
Peki sen gitme, yine bu koca karvan, bitmedi şebu hicran. Daha sen gitme dayan, peki sen gitme. Niye gözyaşın selə dönsün, bir anlığa görüşene var. Her güzel leyli kimi olmaz, bu sevgide Mecnun bir olar. Tanrı ışığıdır bu sevgi, onsuz zulmet olur bu hayat. Güneşim sensin, onsuz zulmet olur bu hayat. Güneşim sensin. Karvan yerine katar, batar yerine uçar. İtran bizleri her an, Arabi uçar. Karvan yerine katar, batar yerine uçar. İtran bizleri her an, Arabi uçar. Niye gözyaşım selə dönsün, bir anlığa görüşene var. Her güzel leyli kimi olmaz, bu sevgide Mecnun bir olar. Tanrı ışığıdır bu sevgi, onsuz zulmet olur bu hayat. Güneşim sensin, onsuz zulmet olur bu hayat. Güneşim sensin. Öter qərineler dövran dayanmaz. Hakimler hükmetse dayanmaz, dayanmaz. Dünya yaradanlar ele yok gelir. Ne kadar sevgi var, kervan dayanmaz, dayanmaz. Ne kadar sevgi var, sevgi var, kervan dayanmaz, dayanmaz, dayanmaz. Çox gözəl ifa, çox gözəl boğazlar. Həqiqətən də tarixin salnaməsi gəlir keçir göz önündən. Ağada Taş da bizim ən əcda oxuyanlardan biridir. Təbii ki, telefon zəngi olmalıdır studiyamızda. Alo. Alo.
Leyla xanım, axşamınız xeyir. Axşamınız xeyir. Eldar, axşamın xeyir. Salam. Eldara mən Eldar deyə müraciət edirəm. Mən Özünüzü elə gəlir təqdim edin. bir balaca mən sən deyə müraciət edə bilərəm. Çünki sədaqətli danışsan, Eldarın qrup yoldaşı. Salam. Biz bir yerdə oxumuşuq. Eldar, səni birincisi o gözəl mahnılarına görə sənə çox böyük belə təşəkkür edirəm. Bütün o 72-ci ildə Asər Zeynallını qutaran bütün qrup və yoldaşlarımın adından, hamının adından deyirəm ki, sən bizə çox böyük zövq verirsən. Biz səninlə fəxr edirik ki, bir sinifdə oxumuşuq, bir qrupda oxumuşuq. Bir də 50 illiyin münasibəti ilə səni təbrik edirəm. Bilirəm, ayın 28-i sənin razyoniyondur. Bütün arzularıma çatasan, işlərində də müvəffəqiyyət arzu edirəm. Bir də mənim Eldara bir sualım var. Eldar, sənin bax bu 50 illik münasibəti ilə bir tədbir, bir yer, bir iş olacaqmı? Bizi bu çox maraqlandırır, biz çox gözləyirik. Nəsə ayın 28-inə az qalıb, ancaq hələ ki bir şey eşitmirik. Bax, bu barədə nə deyə bilərsən? 50 illik keçiriləcəkmi və harada keçiriləcək? Biz bunu bilmək istəyirdik. Mən atamın oğluyam. O vaxtı, deməli, mənim atamın da, deməli, fevral ayında da atam. Onun 60 illik yubileyi olanda, deməli, belə oldu ki, baş tutmadı fevral ayında onun yubileyi. Bir ildən sonra, deməli, keçirdilər. May ayında, yox, aprel ayında keçirdilər onun yubileyini, yəni ki, sonra da deyəsən, mənim də başıma elə həmin o hadisə gəlir. Deməli, vaxtında bu şey, deməli, olmur, yəni ki, mən çox istəyərdim eləyim. Prosta belə oldu ki, Ruslar demişkən, qorxmuram o sözü deməyə, yəni ki, biraz, necə deyərəm, Balkiv Kalyosa prostavili, поэтому Eybi yoxdur. Əsas odur ki, Allah yol verir buna. Onun vaxtı, tezliyi, gecliyi, tamaşaçı... Yox, o adamlara mən deməksə, onsuz da mənim elimdir 2002-ci il. Təbii ki, ona görə də. İstəyir fevral olmasın, olsun dekabr ayı, olsun, eləyəcəyəm. Yəni o belə. Eldar müəllim, musiqi bəstələyəndə mən fikir vermişim, ümumiyyətlə sizin çox əsərləriniz, musiqiləriniz, kompozisiyalarınız çox təsirlidir. Hansısa bir anı özündə qoruyub saxlayır. Bax, o musiqini bəstələyəndə sizin üçün əsas dayaq nə olur? Orada ümumi şairin ürək çırpıntısı ilə bəstəkarın və o cümlədən müğənninin ürək harayı bir-birinə qovuşduğu üçün mü belə gözəl alınır? Yoxsa ki, sizin üçün əsas şərt ancaq şeirin gözəl məna kəsb etməsindən irəli gəlir? Mən açığı deyim, mənim ürəyimə yatan şeir demək olar ki, yox dərəcəsindədir. Yəni, mənim doğrudan bu şair dostlarımdan bir neçəsi var, kimlərlə əsasən işləyirəm. Vahid Əzizdir, Baba Vəziroğludur, sonra Pənah Rüstəmdir. Yəni, bu şairlər mənə doğrudan yaxındırlar, yəni onların bir sıra şeirləri mənə doğrudan da tutur, yazıram. Amma demək olar ki, 90-95% mənim, məsələn, yazıb pozu ilə məşğul olmağım sözsüz olan bir şeydir. Yəni ki, mən daha öz mahnılarıma sözsüz mahnı deyərdim. Yəni ki, mən onları yazanda çox vaxt sözsüz yazıram. Yəni ki, mənim şairlərim də bilirlər. Sonradan onlara deyirəm Balvan Kaniki, yəni ki, buna yazın, bu ölçüdə şeir yazın. Yəni, bu belə bir məzmunda. Yəni, o şeirlər, mahnıların da o cürə, məsələn, alınması, mən düzdür, belə deyib girən adamam. Amma ki, mən, məsələn, əsasən yazıb pozu məqamında mən açığı çox da sevinmirəm. Yəni ki, belə sevincək o əhvalda olmuram. Və belə. Eldar müəllim, axşam çağı ailəsi adından, kollektiv adından axıra çatmışıq deyəsən, hə? Bir daha sizi bu yubiley münasibəti ilə ürəkdən çox şişirtmə, qocalma mənim. Təbrik edirəm. 50 yaş, mən verilişin əvvəlində dedim ki, 50 yaş qocalı ürək deyil. Məştibat demiş ki, mənim cavanı deyir. Mən sizə uzun ömür, can sağlığı, işlərinizin müvəffəqiyyətlər, mahnılarınızın belə uzun ömürlü yaşanılması, məhəbbətlə sevilməsi və daima sizin üzərinizdən heç bir zaman Allahın bir də bax bu tamaşaçıların dinləyicili məhəbbətinin əski olmamasını arzulayıram. Sağ ol, çox mənə yaşadan hələ o kişidir hələ. Bir daha da doğrudan da elə, o mahnılar uzun ömürlü olsa, doğrudan ondan böyük xoşbaxtlıq yoxdur həyatda. Mən onu sizə ancaq arzu edirəm. Bax, belə hörmətli tamaşaçılar,
Verilişimin əvvəlində söz verdiyimiz kimi sazlı, sözlü, nəğməli axşam çağı ocaq ətrafında elə nəğməli, gözəl, ürək oxşayan bəstəkarlığımızla da sizləri üzbəüz qoyduq. Böyük bir xoşbəxtlikdir. Əgər razı qaldınızsa, bir daha Azərbaycan övladının, yəni Tanrı tərəfindən Azərbaycan övladına bəxş olunmuş bu istedadlı şəxsiyyətin bir daha hər bir məğziyyətini açıb göstərmək özü də həqiqətən insan qabiliyyətinə düşən böyük bir paydır. Yerinə yetirə bildikmi? Deməli xoşbəxtlik. Bir daha hər birinizə minnətdarlığımı bildirirəm. Musiqi parçası ilə baş-başa qoyuram. Görüşək, hələlik. Səhərin yolları gecədən keçir, üfüqdə bir solğun şəfəq gecələ bu yılı gecəni mən